Salam əziz valideynlər, hər vaxtınız xeyirli olsun. Neyiniz bacılar? Nəhayət ki, ilin sonuna gəldik və bir gözəl sezonu geridə qoyduq. Məktəb qurtardı və hamımızı bildiyi kimi keçən dəfə dedi piknikə getmək istəyir. Müəllimə dedi piknikə gedək. Bu dəfə rayona yox, Bakı ətrafına gedək. İndi seçilsin hansı bir yerdir, necə bir yerdir, gedək. Gəzək özümüz, uşaqlara da hava təmiz olsun, bir şey olsun, gedək. Elə olsun ki, müəllimənin yol pulunu da verməyək. Özümüz elə düzgün yemək zat da aparaq, müəllimə yesin. İndi müəllimə özü də bir şey gətirəcək. Baxmadı, indi onun oğlu var, gəlini var, qızı var evdə. Elə eləyək ki, gedəndə onlara da paypuşdan zaten apara bilsin. Bir axırda evə gəlir buradan gedəndə iyi hopar onun üstünə, zadına. Mən fikirləşirəm elə şey. Müəllimə mənə aytoba elə bir şey demədi. Yəni lazımdır. Müəlliməni də aparır özümüzdən, nə gözəl gəzir bizlə, uşaqlarla şənlik olur, piknik. Gedək. İstəsən rayona da gedə bilərik, fərqi yoxdur. İndi siz deyin, hara gedək? Gör nə deyirəm, sezon finalına çıxırıq. Əlbala inansan sinifin nümunəsi, şagird, baba buradadır. Baba şaqqıldayır, qaqqıldayır. Nə deyirsin, gedək. Baba deyir, fərqi yoxdur, İrayon deyir, İrayona, İşəhər deyir, İşəhərə. Всё, biz gedirik, hər şeyə razıyıq. Kartat, baba şaqqıldayır, başıma dönərəm sənin baba. Atamızdır da, Əlbalanın babası. İndi danışacağım, deyəcək, saray yenə də otlandı. Mən il uzunu təndirdə yaşayıram ki, məktəbdə şeylə, mən kebab eləyəcək, bu müəllimənin üstünə iyi hopacaq, hər evdən yemək gətirəcəkdə. Keçən səfər bizi Qubaya Nohurgöl adı ilə apardı. Yarı yolda avtobusu dayandırdı, dedi burada. Meşəlikdə oturdu ağacın dibində. Mən də arsız Napolyon aparmışdım. Lığma oldu Napolyonum, əridi. Mən oradan bilim ki, yolda əriyəcək. Napolyonu su oldu Napolyonum orada, cəhənnəmə. Şəkil çəkdirdim ağacın qabağında. Gəldim, yazdım ki, Qubada bir gün Nəsil məni lığlığaya qoydu ki, ora Qubadır, yoxsa hansı ağacın qabağına qalıb deyik Quba. Heç kəsə sıbıt eləyə bilmədim ki, dalım Qubadır. Ona görə mən rayonda burada bir yerə apara parklarda küçüklər dıbırransılınar yerdə. İndi mən nə qədər pul götürməliyəm? Park asan başa gəlir. Uşaqlar bir-birinin həvəsinə elə bir park olsun ki, orada atraksiyonda az olsun. Bazı bir şeylə uşaqlar əylənsinlər orada. Gələrik. Axırıncı gün şükür Allaha qurtardı məktəb. Şükür Nəzir Niyaz verəcək. Nəsə axşamın xeyirli olsun. Axır ki çıxdı sezon finalı gəl. Yenə bir serial. Gör nə deyirəm. Yo, mən keçən dəfə avtobusla getdim. Qusa gedib, qusa qayıtdım. Mən indi bu Avçarkaya gəldirəm, piknikə gedirik. Bunun bacısı ilə anasını göndərib Türkiyəyə. Gör, məni buradan bura naftalama göndərməz, deyər pul yoxdur, ana ilə bacı işi Türkiyədədir. Demə, qışdan bunlara bilet alıb, yanmışam, cızdığımdayam. Piknikə gələcəyəm mən, bu dəfə gələcəyəm. Gör nə bişirəcək, neyniyək? Kotlet zad eləyərik, çörək arası zadı, müəlliməyə nəyin iyi dəyəcək ki, bu evinə də göndərəcək? Qısa boltu oturur, gələr də. Amma mən bu dəfə bu Avçarkaya pikniklə ot qoymasam, mənə də ki, anduş deməsinlər. Yandım ay Allah. Məsə piknika olar, niyə olmur? Rayona da keçən il getdi, rayonda gördü, Qubanı gördü. Saray Dalıbı tanıyan olmadı bacı. Olur. Deyəydin də, Qubaydı, Quba. Mənə bax, mən yaydı deyə uşağı temizləyirəm. İksin bir yerdə, bədənində, başında. Narahat olmuyor, gedək. Park var da, görürsən, götür, aparaq, kanki sürsünlər buzda. Buz parkı var, ora gedək. İndi mən dedim, səmaya ürək açırdı, hər yerə gələr. Mən hər şeylə məhrumum da, mən yoldaşım qoymayacağım. Uşağı bəlkə özü gətirər, indi biz bilmirik. Mən axı heç yerə gedmirəm, bilirsiniz də. Qısqanc olduğuna görə hərdən nifrət edirəm. Gözəl yaratmayaydın da, gözəl olmaq şeydir də. Otlaq yaşamaq pis. Amma yenə də sizə də uğurlar. Biz özümüz sənə deyəcəyik. Qoy mən yoldaşıma məsləhətləşəm, mən sənə yazacağım.
Belə olur da deyəcəyəm ağzım aslan kimi şey eləyəs. Belə olur. Mənim o günləri böyük sinif uşağım da getdi. Getdilər, gəzdilər, elədilər. Adama heç bir 50-60 manat düşdü ya düşmə. Müəlliməyə də vermək lazımdır da. Müəllimə üçün gəlir, gedir indi. Vaxt ayırır bizim uşaqlarımıza getmək lazımdır. Səmaya şey gör nə deyirəm, Səmaya. O buz parkı hələ qalsı qışa. 7-ci sinif qışda gedərik. O qış üçün yaxşıdır. Yayda belə təmiz havaya çıxay. Təmiz hava. 3 nəfərdən başqa heç kəs yazmayacaq, özümüzü öldürəcəyik burada. Kitab nə vaxt yığılır, onu bir dənə zəhmət olmasa deyər düzdə. Bir də rusca divana nə deyilir? Gəlinim gələ bilməz, mən gələrəm. Uşağımı götürüb gələcəyəm, nəvəmlə gələrəm. Bu qrupda təzəyəm, yeniyəm, amma gəlin bizdə gələn deyil. Mən özüm gələrəm, hansı parkda, haradır, bir dənə mənə konum atarsınız, gələrəm, heç bir şey yoxdur. Narahat olmayız, gələrik, şənlik keçirdərik. Mənim xoşum gəlir cavanlarla oturub cavan olmağa. Şaqqırlayarıq, darıxmayın, gələcəyik. Məsmə gör nə deyirəm. Sən mənə bu illər dəlixanaya salmadın ha. Mən min şükür deyirəm Allaha. İndi də bu müəlliməni aparırdı üstünə yemək yeyib hopmasın. Nə bir şey bozbaş gətirəcək, nə gətirəcək ki, hə? Neçə illərdir bizi parka aparır, şeyə aparır, ora gedirik, bura gedirik. O boyda Qubaya getdik. Qubada oldu heç nə. Nohurgölə çatmamış şofer dedi getmirəm. Yadıma düşən də bana düqdərimiz biz olur. Ey bilə sarayın, hə, Napolyona əridi, nə gülə qaldı. Mən də yarpaq dolması götürmüşdüm. Nəysə yadıma düşmə. Burada bir Həzaslanımda sevgi parkı var. Adı sevgililər, özü sevgilinin biri tayı orada olmayan parka gedək də. Yəni orada qayıqdan zatdan var, sürərik. Sürərik qayığı. Şey olmaz, narahat olma. O kim idi dünənləri yazdı şeyə ki, gedək atçılığa. Atın biri 25 manat. O atı mənim belimə mindirsələr 25 manat mənə verməzlər. Nəysə əsəblərimlə oynamayın. Bir dənə də bahalı at var idi 85 manat. Dedim ona maşın götürərəm də. Rentakardan maşın götürərəm də mən. 85 manata at olar. Əsəbimə bax, nervosa tutamam da. Nervim oynadı yana yerindən. Gedək bir parka bir yerdə dıbırlamay, oturay orada çayımızdan. Məndə 15 istakanlıq şey var. Termos. Gətirirəm, içirik orada. Müəllimənin mənə allergiyası zadı yoxdur, təzyiqi qalxmır. İl boyu şirniyyat bunu zədələdi, ət ziyan oldu, filan şey oldu. İndi heç nə olmadı. Mənə bax, gəlirik. Həzaslanın sevgililər parkıdır, nədir orada? Yığışın, gözləyin məni. Hamımıza deyəcək sözü var, əl xüsusda müəllimənin sıfatına. Bir dənə onu mən yaxından görüm. Neçə illərdir mən ondan elə uzaqdan uzağa danışıram. Yaxşı, yazmayın, qrupu dırın-dırın gələmin başım beynim getdi. Hələlik.